Salam, salam, salam. Necəsən ay fikirçi, nə var, nə yox? Necədir vəziyyət? Aytəkinli bir bölümə xoş gəlmisən. Bugün yenə o biri ucda Aytəkin olacaq. Sadəcə fərq odur ki, bugünkü mövzumuzu Aytəkin seçib. İndi sözü birbaşa ona ötürürəm. Görək nə deyəcək, nə olacaq, bugün nə qaynadacaq, nə vuracaq, nə böləcək. Allah axırımızı xeyir eləsin. Salam Aytəkin. Salam Fəridəcan, necəsən? Yaxşı, sən necəsən? Sanki 5 dəqiqə əvvəl salamlaşmayıbmışıq kimi. Gəl bir də yalandan salamlaşaq. Belə daha qəşəngdən Marokolu beçdim. Orada fikirçilərdə salamlayıram. Bu günün mövzusu əslində həm çox ümumi, həm haralara gedəcək heç bir fikrim yoxdur. Ona görə biraz həm tədirgin eləyir, həm danışmağa çox şeyimiz var deyə düşünürəm. Çox ürəyinizi çəkmədən mövzunu açıqlayıram. Bugün haqqında danışacağımız mövzu insan münasibətləri, daha doğrusu insan davranışları arxasındakı səbəblər. Bu haqqda danışmaq istəyirəm. Əslində mövzunu seçəndə bu mövzunu seçməyimə bir hadisə səbəb olmuşdu. Sadəcə məsələ orasındadır ki, hazırda o hadisəni heç bir formada xatırlamıram. Desən emosional bir vəziyyətimin halıma düşmüşdü. Amma məncə insan davranışlarının arxasında yatan səbəblər məsələsi həm biraz üzərində çox düşünülməli, biraz da belə deyək də danışılmalı, müzakirə olunmalı bir mövzudur və ümumiləşdirib ümumi şəkildə Fəridəyə sual etmək istəyirəm ki, Fəridəcan, səncə insan davranışlarının ümumi olaraq götürəndə də arxasında yatan səbəblər nədir? Yəni, necə olur ki, insanlar fərqli-fərqli davranışlar sərgiləyirlər? Ümumiyyətlə, bu davranışları hardan gəlir, necə olur? Nə fikirləşirsən? Əslində, sən bunu mənə ilk deyəndə fikirləşdim ki, bu barədə məndə heç bir məlumat yoxdur, ya da ki, bu məndə heç bir qarşılıq yaratmırdı. Yəni, nə danışmaq olar ki, bu barədə? Amma sonra biraz oturub üstünə fikirləşəndə, götür-qoy eləyəndə ki, okey, yaxşı insanlar var və pis insanlar var ki, sənə bu mövzunu seçməyə, belə deyək də, vadar eləyəndə gördüyün gərəksiz hərəkətlər, səbəbsiz pisliklər, nə bilim, paxıllıq və s. belə şeylər idi də, belə baxanda. Sən unutsun da, mən unutmaram. Çünki biz dostlar nəşini qarşımızdakı adamın unutduğu şeyləri də yadda saxlayıb, onların əvəzinə kinlənmək üçün. Doğru. Əslində mən əvvəl bunu belə fikirləşirdim ki, bax, daha, necə deyim, kəskin bir xət çəkib, düzüb bir çox davranış var, amma kəskin bir xət çəkib, pislik və yaxşılıq üstündən dəyərləndirmək istədim ki, misal üçün, normalda mən pisliyi görəndə bunu bir məntiqə oturtmağa çalışırdım ki, bu niyə belə eləyir? Axı, niyə qardaş, sən bunu niyə eləyirsən? Nə mənası var bu hərəkəti eləməyin? Amma sonra, zaman keçəndən sonra, başıma bəzi hadisələr gələndən sonra, məni, nə bilim, yıxıb sürüyəndən sonra, o bir... Artıq o şeydən, o depressiv haldan çıxıb özümə gələndə baxdım ki, sanki insanın təbiəti burada çox böyük rol oynayır da. Dedim, yəni, baxdım çölə və fikirləşdim ki, okey, meyvə ağacı da var, alaq otu da var. Yəni, bunu alçaltmaq və ya yüksəltmək üçün demirəm. Yəni, hamısının təbiətdə öz yeri var və deyə bilməzsən ki, bu ondan daha dəyərlidir, bu ondan daha dəyərsizdir. Məsələn, o gün həyətdə birdən-birə ayağıma giziltikan dəydi. Və giziltikan bilmirəm, kimlərə dəyibsə əl ayağına, onlar bilərlər ki, yəni bir dənə onun yarpağının dəyməsi demək, eyni anda sanki səni 5-6, bəlkə də daha çox arı sancıbmış kimi bir his yaradırdı adamda və sonra baxanda fikirləşdim ki, bax, yamyaşıl otdur, durub orada, çox faydalı tərəfləri də var, amma incitdi də məni, mən ona bir şey eləməmişdim, sadəcə ehtiyatımı gözləməmişdim. Dəydi, nəticə etibarilə, bəli, mən yara oldu, bir şey oldu, nə bilim, neynədir. Yəni, mən buna görə giziltikanı günahlandıra bilmərəm də. Yəni, mən fikirləşdim ki, tamam, mən özüm gərək ehtiyatlı olaydım, özümü qoruyaydım. Görürsən, bu insanlarla da belədir. Yəni, pis insanlar var, onlar sənə pislik eləyir, amma məsələ odur, sən necə qarşılıq verirsən və ya özünü necə qoruyursan. Yəni, tutaq ki, sən yaxşısansa, o da pisdir. Sənin təbiətin budursa, onun da təbiəti elədir. Yəni, yaradılış və s. məsələsi burada rol oynayır da.
Düzü demirəm, yəni hamı təbiətin belədir deyib işdi içindən çıxsın və istədiyini eləsin. Amma məsələ məni çox çaşdırdı da. Yəni bir tərəfdən də düşündüm ki, yəni məsələn mən durduğu yerə gedib kimisə evini yandıra bilmərəmsə, ya da gedib birinin ayağının altına qaza bilmərəmsə, bilərək kimisə incidə bilmərəmsə, bəlkə o da kömək eləyə bilmir, yaxşılıq eləyə bilmir ya da dəstək ola bilmir. Çünki onun kodunda yoxdur və özünlə mübarizə yorucudur. Ya da ki elə ona belə, məsələn necə ki sənin normalın düzgün davranmaqdırsa, doğru yoldan getməkdirsə, bəlkə onun da normalı və təbiəti, it kodu əyri yoldan getməkdir. Vurmaqdır, dağıtmaqdır, əzməkdir, parçalamaqdır. Əslində məntiqlidir. Belə sən tərəfdən dediyimdə, baxanda, yəni belə dəyərləndirəndə düz deyirsən. Amma və lakin belə bir məsələ var ki, okey, mən başa düşürəm. İnsan davranışlarının formalaşmasına bir çox şeylər təsir edir. Yaxşı və pis məsələsi, yəni yaxşı olmağı və pis olmağı insan seçir və müəyyən qədər onun təbiətindən də gələn bir şeydir. Bir videoya baxmışdım, həmin videoda deyirdi ki, insan pis olaraq doğulur əslində. Yəni o formada doğulur, amma insana yaş aldıqca, böyüdükcə yaxşı olmaq öyrədilir. Və artıq insan böyüdükcə, həyatı dərk elədikcə yaxşı olmağımı, yoxsa pis olmağımı seçmək məsələsini bu gördüklərindən, belə deyim də, ətrafdakı insanların davranışlarından bunlara əsasən qərar verir ki, mən yaxşı olacağam, yoxsa pis olacağam. Bu düzdür, belə danışanda çox belə ümumi bir, belə deyim də, mövzu kimi gəlir. Amma realda olaraq yanaşma, yəni budur ki, insan pis olaraq doğulur, amma pis olaraq doğulur, amma yaxşı olmağı öyrənir. Və yaxşı olmaq həqiqətən də elə asan bir şey deyil. Və ona görə də, misal üçün, insanlar çətinlik çəkirlər. Bəzi insanlar, misal üçün, çünki o formada yetişdirilməyiblər ya da seçim məsələsi yaxşı olmağı seçməyiblər və yaxşı olmağa çalışanda da bu ya onlarda alınmır, belə deyək. Ya da belə deyək də, yoxlayırlar bir dəfə, iki dəfə, görürlər ki, ya qarşılığını görmürlər, ya da o olmur. Ona görə deyirlər ki, yox, mənim elə seçimim budur, ən məsləhətlisi pis olmaqdır. Bu formada yanaşırlar. Amma istənilən halda mənim düşündüyüm odur ki, okey, sən təbiət olaraq pis ola bilərsən. Sən təbiət olaraq, yəni davranış olaraq gördüyün başqa şey ola bilər. Amma əgər bir cəmiyyətdə yaşayırsansa, insanlar arasında yaşayırsansa, o cəmiyyətə, o insanlara müəyyən formada uyğunlaşmalısan. Uyğunlaşmalısan dediyimdə, o demək deyil ki, yəni cəmiyyət nə deyirsə onu qəbul elə və öz mənliyini, öz şəxsiyyətini, belə deyim də, əybük. Sadəcə demək istədiyim odur ki, sən heç kimin, belə deyim də, azadlığını məhdudlaşdıra, kiməsə zərər yetirə, kimisə emosional olaraq, necə deyirlər, yora, ona pis hiss elətdirə bilmərsən. Okey, pis olmağı seçmirsən, tamam, başa düşdüm, bu sənin təbiətində, okey, bunu da başa düşdüm. Sən təklik hiss edirsən, tamam, bunu da başa düşdüm, bu da başa düşüləndir, yəni bu sənin asıl olan bir şeydir. Amma sən bu qədər şeydən sonra, yəni də bunları əsas götürərək, artıq ətrafındakı insanlara akt olaraq, belə deyim də, zərər verməyə başlayırsansa, hərəkətə keçirsənsə, yəni, onlara pis hiss elətdirirsənsə, hansısa bir hərəkətindən onları incidirsənsə, bu artıq həm mənə görə etik deyil. Deyəcəksən ki, yəni o adamların nə vecinə etik. Həm də ki, yəni bu şey deyil də, yəni haqq qazandırmır ki, okey, adamların təbiəti belədir, belə eləsinlər. Yəni yanaşmam budur ki, bir yerə kimi hiss elədiklərinə qədər, okey, başa düşüləndi, tamam. Amma bunu akta keçirirlərsə və mən nə bunu hiss elətdirirlərsə, mənə zərər verirlərsə,
bu artıq problemdir. Bu artıq həmin adamlara bir dayan deməyin vaxtı deməkdir. Bax burada sən deyə iki dənə şey fikirləşdim ki, birincisi bunu sən də yaşamış olarsan, bəzən lap belə sənin sevdiyin bir insan olur ya da neytral olduğun bir insan olur. Təsadüfən bir baxışını tutursan və görürsən ki, onun baxışı onu deyir ki, o hal-hazırda sən öl istəyir. Yəni sən yıxıl sürün istəyir. Bilirsən ki, yəni o baxışdan ani o 1-2-3 saniyəlik sən tutursan ki, yəni bunun imkanı olsaydı, yəni bu səni məhv eləyərdi, planetdən silərdi. Və bunu ona görə eləyə bilmir ki, sən dediyin o cəmiyyətin qanunları var. Bəlkə də biz nə bilim bir əsr əvvəl yaşasaydıq ya da başqa bir reallıqda yaşasaydıq, bəlkə də o səni öldürərdi ya da sənə çox böyük ziyan vurardı. Bunu o hazırda eləyə bilmir deyə o sənin dediyin formada akta keçir və səni emosional olaraq yorur, nə bilim işdəsənsə ayağının altını qazır ya da sənə mane olmağa çalışır. Bu hələ yəni onun özünü cəmiyyətin qaydalarına, nə bilim hüquqa, qanunlara görə məhdudlaşdırmış formasıdır bu bir. Yəni o içində əslində fırtınalar qopur, bir şeylər tüğyan eləyir. Bu onun sadəcə göstərə bildiyi hissəsidir ki, artıq o qədərini bastıra bilmir. Bu birinci məsələ. İkinci məsələ isə mən bu adamlara haqq qazandırmıram. Mən demirəm ki, neynəsin, Allah onu belə yaradıb. Orada deyiləm. Məni çaşdıran şey bilirsən nədir? Misal üçün kimsə mənə pislik eləyib. Mən həmişə ona yaxşılıq eləmişəm və o mənə pislik eləyib. Və mən də deyirəm ki, net olaraq bu adamla bütün kommunikasiyanı kəsirəm. Yəni o deyir nə ölümə, nə dirimə. Amma sonra həmin insanın pis vəziyyətə düşdüyünü görəndə ya da köməyə ehtiyacı olduğunu görəndə adamın mənə vurduğu ziyanını xatırlasam belə yenə də gedib ona kömək eləməkdən özümü saxlaya bilmirəm də, özümü dayandıra bilmirəm. Yəni mənim içimdəki bir şey məni itələyir ki, okey, köməyə ehtiyacı var və ona kömək eləmək lazımdır. Yəni mən indi özümü burada yaxşı insan kimi demirəm ki, mən yaxşı insanam. Amma yəni məsələn bildiyim odur ki, içimdəki kompas məni daha çox doğru yola. Yəni mən itələyir və mənim kompasımın oxu, əqrəbi adətən doğrunu göstərir. Və görürəm ki, o kompasın əqrəbi az qalır ki, yerindən çıxsın ki, get kömək elə, get kömək elə. Və mən də düşünürəm ki, belə olanda mən özümü idarə eləyə bilmirəmsə, yəni içimdə başqa bir səs qışqırsa da ki, o sənə belə eləyib, nə bilim, getmə, kömək eləmə, onun əlinə güc keçsə yenə o pislik eləyəcək. Bu da var da, yəni təkcə özünə görə yox ki, yəni bu adamın əlinə güc keçsə bu başqasına da ziyan vura bilər. Yəni hamıya mərhəmət göstərmək olmaz. Bu şey var, Dogville. Ay fikirçi, sənə də deyirəm, baxmamısansa baxma. Yəni adamın bütün ürəyinin şirəsini çəkən bir şeydir də. Misal üçün orada necə olur? Bir qız gəlir, düşür bir qəsəbəyə və hamı bilir ki, bunun köməyə ehtiyacı var. Kimdənsə qaçır. Və bütün qəsəbə ona çox yaxşı davranmağa başlayır. Yəni çox dəstək göstərirlər, ona iş verirlər və s. belə elə. Sonra ki bilirlər bu qızı kimsə axtarır. Bu qız çətin vəziyyətdədir. Birdən-birə, yəni bu aciz durumdadır və bu insanlara ehtiyacı var. Birdən-birə, yəni bu qəsəbənin insanları elə bir şeyə çevirirlər ki vəziyyəti. Sanki hamısının içindəki qaranlıq üzə çıxmaq üçün o günü, o anı gözləyirmiş kimi, hamısı bir şeytan, iblis toxumuymuş kimi bu qızın o cür rəftar eləyirlər. Yəni hər cür qızın şəxsiyyətinə, mənəviyyatına, bədəninə, hər formada bunlar hücum eləyirlər də. Ən yaxşısından ən pisinə kimi. Və orada sonunda qız deyir ki, mən başa düşdüm. Hamıya mərhəmət göstərmək olmaz. Çünki yəni sən hamıya mərhəmət göstərəndə sən pisə də biraz güc vermiş olursan. Bəzən də bağışlamamalısan. Amma məsələ budur ki, yəni mən bunu ağlımda desəm də, yəni orada olsam da, bacarmıram da özümdən qardaş gedirəm, yenə həmin adama kömək eləyirəm. Onu o şey kimi sudan keçirdirəm və sonra o məni sancır. Və mən də düşünürəm ki, tamam, mən bu səsə qulaq asıram və başqa cür bacarmıramsa, bəlkə o da başqa cür bacarmır. Yəni o da həmin an məni sancmaq istəyir və bəlkə də o da özündə deyir ki, eləməyim, bu düzgün deyil, amma yenə də bacarmır və o səsin ardına düşür. Bu məni çaşdırır. Bilirsən, yəni
başa düşürəm. Bu adamdan özünü qorumalısan. Lazım gəlirsə lap vurmalısan da. O sənə vurursa sən də özünü qorumaq üçün. Hücum kimi yox, müdafiə kimi sən də vurmalısan. Amma bir tərəfdən də deyirəm ki, axı yəni necə deyim, tamam mən başa düşürəm. Biz çip yerləşdirilmiş robotlar deyilik ki, bu yaxşıdır, bu pisdir, bu ağdır, qaradır. Amma o yaradılış faktoru da var axı ki, bu çox danışdım ya, amma bu cür gəlib də dünyaya. Məsələn, bax son bunu da deyim. Məsəl üçün hamımızın məktəb vaxtı sinifində 1-2 qıcıq insan olub da. Yəni o 1-ci sinifdən bəri 6 yaşında balaca bir uşaqdır da, düzdür. Üzə çıxır ki, o ilan deyirsən, hamını sancır, çox qıcıqdır, paxıllıq eləyir. Hər sinifdə bir də nə olur? Halbuki baxırsan ki, bu 6 yaşında balaca bir uşaqdır. Bu çox bir şeyə məruz qalmayıb, çox böyük ehtimal ki. Amma içindən qaynır da, bu da belədir. İndi nə etmək olar? Neyniyək o uşağa məsələn? Bilmirəm. Bax belə danışırsan, bir arada bir qıcıq oluram bu dediyinə ki, mən kömək eləmək. Məsələn, o mənə çatmır. O hissədə, misal üçün məndəki o içimdə danışan Aytəkin deyir ki, bir dəqiqə Fəridə nə danışırsınız? Bu adam sənə zərər yetiribsə, istənilən halda kömək eləmək istəsən belə, sən orada dayanmalısan. Və misal üçün bu mənim üçün də keçərlidir ki, bilirsən də demişəm, insanlarla bağlı dataları heç bir formada unutmuram. Xüsusilə əgər onlarla emosional bağ qurmuşamsa, bu adamların elədiyi yaxşılığı da pisi də mütləq ağlımda saxlayıram. Bu sistemimdə, mənim kodumda var və nə olursa, adam mənə həddən artıq zərər yetiribsə, həmin anda adam üçün pis olaram. Yəni bir məyus olaram ki, niyə belə elədin də? Yəni bax özünü də pis vəziyyətə saldın falan, amma o adama gedib kömək eləyərəmmi? İnanmıram. Çünki bir şeyə inanıram ki, həqiqətən də həyatda insanların başına nə gəlirsə pis yaxşı. Bu seçimlərinə görə gəlir və insanlar bunu seçdikləri üçün gəlir. Yəni hər şey bir-birinə zəncirvari formada bağlıdır və hər kəs hansı həyatı yaşayırsa, o həyatı elədiyi seçimlərə görə yaşayır. Demirəm, yəni bəzi insanların başına pis şeylər gəlir və bunlar mütləq onların öz seçimləridir. Amma əksəriyyətdə elədir də, yəni istənilən halda həyatı boyunca həyatımızda müəyyən seçimlər olur. Həmin seçimləri biz elədikcə müəyyən bir qapılar açılır və onlardan yavaş-yavaş keçərək müəyyən bir level'a gəlirik. Müəyyən bir, belə deyim də, vəziyyətə gəlirik ya da gələ bilmirik. Bu özümüzdə və seçimlərimizdən asılıdır. Amma yenə də, misal üçün, içərisindəki insanın yaxşı və pis, onun danışması, onun davranışlarının təsir eləməsi, tamam, hamısı hardasa başa düşüləndir. Amma mən Aytəkin olaraq o pislik eləyənləri tam şəkildə başa düşə bilmirəm. Empatiya qura bilərəm hardasa. Amma məsələn, sən həddən artıq empatiya qurursan deyə düşünürəm hazırki vəziyyətdə. Çünki qarşı tərəfin bu tip davranışı, okeydir, bu belədir təbiətcə. Nə edə bilər ki, dəyişə bilmir. Demək məsələsi bayaqki əvvəl dediyim şeyə qayıdıram, cümləyə qayıdıram ki, misal üçün, insan pis də olur deyil, amma yaxşı olmağı seçir. Mənə görə o insanlar yaxşı olmaq üçün heç bir cəhd eləməyiblər. Biraz tənbəl adamlar kimidir. Yəni adam istəmir ki, onun həyatında nəsə dəyişsin. Yəni bunun üçün bir enerji, bir vaxt, bir cəhd eləmir. Və buna görə də yəni okeydə ən rahatı nədir? Pis olmaq. Mən belə hiss edirəm. Bunu dəyişə bilmərəm deyib belə davam eləmək. Belə gedib də, məncə belə deyim də, çox açıq olur insanlara da zərər yetirməyə, yanlış belə deyim də, yollardan getməyə baya belə deyim də uyğun olur. Və heç bir formada bilmirəm. Mənə görə axı bəndə də misal üçün də həm uşaqlıqdan gördüyüm o olub ki, hər şeyin özünü eləməlisən. Ən yaxşısını eləməlisən. Bu öyrədilibdir və həm də gördüyüm o olubdur. Onu o şəkildə dəfə eləmişəm. Nə deyir ona? Yetişdirmişəm özümü. Psixologiyamdan o yoxundur və
kimsə ya nəsə yanlış eləyəndə, amma bir dəfə, iki dəfə mən empatiya qurub haqq qazandıra bilirəm. Amma bu davamlı şəkildə olanda artıq deyirəm ki, okey, deməli sənin xəmirində problem var. Yanaşmamaya şey bu olur deyə. Deməli sən keyfiyyətsiz insansan. Yəni də nəsə az eləyimlər. Nəsə problem olubdu sən belə deyim də yetişdirəndə ya sən şəxsiyyət olaraq formalaşanda. Və o keyfiyyət yarımçıq olubdu deyə sən belə keyfiyyətsiz hərəkətlər eləyirsən. Bu cür davranırsan. Və düşüncəm də odur ki, həqiqətən də tamam bəzi insanların həyatına dərs olmaq üçün gəlirlər ki, o adamlar nəyisə öyrənsinlər. Amma bu öyrənmə prosesi bu qədər ağrılı olmalıdırmı? O məsələyə əmin deyiləm. Yəni bax bilirsən, məsələ odur da. Misal üçün sən yaxşısan və deyirsən ki, uşaqlıqda mənə bunu öyrədiblər ki, doğrunu eləməlisən, düzü eləməlisən. Sən indi birdən-birə həyatını daha yüksək bir mərhələyə çatdırmaq üçün, nə bilim daha yaxşısını əldə eləmək üçün pis olmağı seçsən və səhv addımlar atsan, mən səni axıra kimi qınayaram. Çünki deyirəm ki, sənin təbiətin budur, sənin təbiətin yaxşıdır, xəmirin yaxşıdır. Həqiqətən o xəmirin necə yoğrulması məsələsində mən də eyni fikirdəyəm ki, yəni sənin mayan təmizdir. Sənə valideynlərin də düzgün istiqamət veriblər. Yəni içində olduğun mühitdə səni düzgün yetişdirib. Sən indi pis olmağı seçirsənsə, demək ki, sən əclafsan. Yəni mən bunu düşünərəm. Mənim dediyim odur ki, o deyir səni, demək ki, sənin xəmirin pisdir və sən keyfiyyətsiz adamsan, hansı həmin adam üçün. Mən də deyirəm ki, madəm bu bədbəxtin xəmiri pisdirsə, bu cür yaradılıbsa, onda onu necə qınaya bilərik də? Yəni bu başqa cür bacarmayacaq axı onda belə çıxır. Tamam, seçim məsələsi var. Yəni yaxşını pisi seçmə məsələsi var, amma o bayaq dediyim şey ki var. Məsələn, mən düşünürəm ki, hamımız doğulanda bir kompasla doğuluruq içimizdə. Bəzilərimizin kompası daha çox yaxşı, düzgün yola meyl eləyir, bizi o tərəfə işarət göndərir, amma bəzilərimizin kompası da həmişə səhv yola, əyri yola çəkir. Və bu adam əgər o kompasla doğulubsa ki, onu səhv yola çəkir, o yaxşı olmağı seçsə, belə çıxır ki, ömrünün sonuna kimi içindəki daxili səs və kompasla həmişə qırğında olacaq, həmişə müqavimət göstərməli olacaq və bu çox yorucudur. Bir yerdən sonra axır ki, bunun dirənci qırılacaq da, bir yerdə deyəcək ki, əşi dayını olmur da, bildin necə, yorulacaq və doğrunu eləyə bilməyəcək, onda belə çıxır. Məsələn, o məsələ məni, yəni demirəm, belədir. Sadəcə bu mövzu məni çox çaşdırır ki, necə olur da, yəni nə bilim, birimizin saçı qaradır, birimizin saçı sarıdır, o birinin dərisi ağdır, bu birininki nə bilim qaradır, çillidir, bir şeydir. Bəlkə bizim xarakterlərimiz də o formada olur. Yəni bir çox faktor var. Yəni mən demirəm ki, sadəcə sənin mayan pisliyi yaxşıdır və s. belə elə. Amma biraz bu mövzu, məsələn düşünürəm ki, tutaq ki, çox ucu bir şey götürək ki, misal üçün götür Hitleri. Pisdir də bu adam. Hətta buna psixoloji pozğunluq var dərəcəsində, yəni bu pisdir. Yəni insanın ağlının ala bilməyəcəyi pislikləri eləyənlərdən söhbət gedir. Yəni mən fikirləşirəm ki, bunu seçə bilməzsən də. Yəni bu sanki sənin içində şeytani bir toxum var. O toxum qara tikan kolu kimi sənin bütün ruhunu bürüyüb və sən artıq zəhərli bir insansan. Amma yəni bunu sən mi seçmisən, yoxsa bu cür mü doğulmusan? O hissəsi məni çox çaşdırır. Mən Hitlerə ya da ki, o biri Allah vurmuşlara haqq qazandırmıram əsla. Ki, ada neynəsin belə doğulub demirəm. Sadəcə bu mövzu məni dəhşət çaşdırır ki, necə olur da yəni. Yəni burada bir çox faktor var. Bax, bir çox faktor var. Məsələn, misal üçün sən ayda bunu deyəndə, yəni baxdım ki, hədə bir qism insan deyir, əz parçala öldür. Bir şeyləri qazanmaq üçün. Digəri deyir, kömək elə, dəstək ol, yaşat. Düzdür? Yəni, ortada olanlar da var. Belə ya neytraldılar ki, özün üçün yaşa, nə bilim belə. Yəni, içimizdəki bütün insanlar da yaxşı deyil ki, sadəcə deyir, o bir şey var, deyir ki, ağlımdan bütün keçənləri niyə eləmirsən? Deyir, çünki tutulmaqdan qorxuram, həbs olmaqdan qorxuram. Yəni, bəzilərimiz də ponçik
mülayim kəpənəklər deyil də, sadəcə həyatını yaşayır və çox gözə batmamağa çalışır. Cəmiyyət tərəfindən diskriminasiya olmaq istəmir ya da həbsə düşmək istəmir filan, cəzalandırılmaq istəmir. Amma bəlkə də güc əlinə düşsə, o daha pis olacaq. Bilmirik bunu. Amma yəni bu məsələ o yaradılış məsələsi məni qarışdırır. Yəni bəli, başa düşürəm, bu insanları özünə yaxın buraxmamalısan. Yəni söhbət ondan getmir ki, mən tutum əllərimi qolda deyim ki, arxada deyim gəl vur mənə, çünki sən beləsən. Yox, özünü müdafiə etməlisən, lazım olanda sən də hücum etməlisən. Burasında razıyam. Özündən bunları uzaq saxlamalısan. Amma yəni onları qınaya bilərsənmi? Bilmirəm. Qınamaq Qına Fəridə axıra kimi qına, yığ sürü. Qınamaq tərəfinə mən şeydə gəlirəm. Məsələn, bu tip insanlar deyirik də. Bu adamları axı ilk baxışdan tanımaq olmur. Yəni sən bilə bilmirsən ki, bu adam keyfiyyəti də yoxsa yox. Ya da bilmirəm, mən bilə bilmirəm. Mən bilirsən də insanı tanımaq, onun üçün o insandan bayağı bir vaxt keçirməyim, onu analiz eləməyim, bir baxmağım lazımdır və mənim gördüyüm qədərlə bəzən bu da bəzənmir. Çünki fərqli cür davrana bilirlər, etikadan, nə bilim, həyat qanunlarından, cəmiyyətdən danışıb, sonra tamam dediklərinin əksini eləyə bilirlər. Və sonra sonda ayrılırsan ki, okey də yəni bu adamla dostluq münasibətindəsən və amma necə deyir, o sən dediyin məsələ, bu adamın təbiəti fərqlidir və başlayır sənin paxalını çəkməyə, arxadan iş görməyə və bir formada sənə zərər yetirməyə başlayır. Və adam akta keçməsə də, sən yaxını buraxdığına görə adamın səninlə bağı bayaq dediyinə misal üçün göz-gözə gələndə sən görürsən ki, adam səni yox olmağı istəyir, bu dünyada yaşamağını istəmir. Və əlində olsa, o cəmiyyətin qanunları olmasa səni məhv eləyər. Amma sırf bu qanunlara görə səni və sənə heç nə eləmir. Sadəcə bunu hiss olaraq ötürürsən. O hissi görmək belə mənim misal üçün və yaşamışam da təəssüf ki, mən çox məyus edeyim. Mən də, yine. Çox dəyərsiz hiss elətdirib ki, axı sən mənim dostumsan, amma mən səni yaxına buraxmışam. Biz səninlə nə qədər vaxt keçirmişik, bir yerdə çörək kəsmişik, nələrsə bölüşmüşük və sənin mənə qarşı belə hiss eləməyə haqqım yoxdur. Axı mən sən hər uğuruna, hər nə bilim, qabağa gedişinə, hər nəyinəsə sevinirəm. Yəni bunu sən mənim gözlərimdən görsən, sən necə belə hiss eləyə bilirsən? Misal üçün, məni ən çox məyus eləyən və başa düşmədiyim şey budur. Mənə görə dəyərləri bir-birindən üstə düşməyən, xarakterləri uyğun olmayan, sonra xəmiri keyfiyyətsiz və keyfiyyətli olan insanların bir yerdə biraz sərsər olacaq, bir yerdə qalması, dostluq eləməsi çox mənasızdır və məncə olmamalıdır. Hətta qadağan olmalıdır deyim. Bir şey də deyə bilərəm. Çünki həqiqətən hər münasibətdə müəyyən bir vaxt, enerji, əmək sərf eləyirsən. Bütün insanlarla belədir də. Tanış olursan, sonra çalışırsan ki, o insanı öyrənəsən, nəyi pisdir, nəyi yaxşıdır, hansı yerlərdə həssasdır, hansı şeylərə sevinər. Və sən, misal üçün, mən də elədim, mən çalışıram ki, həmin adam üçün kommunikasiyada komfort zonanı yaradım ki, insan mənlə danışanda rahat olsun və mən danışanda, nəsə bağlı fikir bildirəndə o insanı incitməyim heç bir halda. Və bir müddət sonra bu adamın bu formada hiss eləməsi, demirəm, qınamıram, amma əgər eləsənsə, niyə də yaxşıymış kimi görürsən? Niyə? Belə deyim də, düzgünlükdən, ən yaxşı insan olmaqdan, etik qaydalardan danışırsan. Yəni, bu şeylərin əksini edəcəksənsə, niyə bunlardan belə bəhbəhlə, pafosla danışırsan və deyirsən ki, həmən belə fikirləşirəm, mən belə davranıram və s. Mənim üsyanım onadır. Bilirsən, o bilmir axı. Yəni o pis oldu. Məsələn, bax,
Ümumiyyətlə bax da, ətrafda nə qədər düzgün adam varsa, düzgünlükdən danışmır. Hətta özü düz yolda olub olmadığını tez-tez ölçüb biçir, götür-qoy edir və heç vaxt əmin ola bilmir. Yaxşı insanlar heç vaxt yaxşı olduğundan əmin ola bilmir. Amma pis insanlar elə həmişə elədiklərinin adətən düz, çox nadir ola bilər, deyir yaxşı edirəm, pisəm və yaxşıyam da, yəni belə zordur. Bu başqa, amma çox vaxt o pis insanlar özlərini qoruduqlarını, müdafiə elədiklərini, başqa yol olmadığını və hətta elə olur ki, bəlkə də o öz içində düşünür ki, misal üçün səni qısqanır, amma öz içində düşünür ki, sən ona düşmənçilik bəsləyirsən, sən onu qısqanırsan. Bir də necə onlar, yəni sanki bunu ölçə bilmirlər. Ya da bəzən də ölçürlər, bəzi insanlar var da ətrafdakılardan istifadə edir və bunu bilirsən necə görür, sanki o çox ağıllıdır və bunu bacarır. Yəni şey məsələsi var ya, bacarana can qurban. Bir qism insan da belə görür axı. Bilmirəm, sadəcə yaxşı sənə bir sual verim. Əgər bu dediyimiz kimi insanlar doğuşdan belə olursa, yəni xəmir məsələsi də ki, yaxşı və ya pis olursa və əgər belə çıxır ki, yaxşı insanlar təbiətin məhsuludur da, yəni bir növ premium keyfiyyətlidir. Onda belə çıxır ki, həmin o pis insanlar təbiətin səhvidir. Yoxsa sadəcə balanslı məsələ, yəni balansı yaratmaqdır. Qəşəng sualdır. Düşünürüm. Məncə əslində balans olmalıdır. Amma bilmirəm, o balansla mən qarşılaşmaq istəmirəm. Belə deyək də. Balans olmalıdır. Okey, tamam, razıyam. Yaxşı insanlar da olmalıdır, pis insanlar da olmalıdır. Amma yanaşmam bilirsən nədir əslində? Okey, əgər bu həyata gəlmişiksə, bu həyatı bir dəfə yaşayasayıqsa, mən o balansla, o pis insanla qarşılaşmaq istəmirəm mümkün qədər. Mümkün qədər məiş olmaq istəmirəm. Və mümkün qədər keyfiyyətli, daha belə necə deyirlər, incə düşünən, nə istədiyini bilən, qısqanclıqdan gözü qırmızı olmayan və sənə necə deyirlər, görəsən bu dəfə nə eləyəcək deyə təhlükə kimi baxmıyorum. İnsanlarla qarşılaşmaq istəyirəm. Balans məsələsi məncə balansdır. Sırf ona görə hətta biraz balans pozulmuş da ola bilər. Çünki kifayət qədər çox pis insan da var. Və müqayisədə. Və bu adamlar tamam fərqli davranışlar sərgiləyirlər, yaxşıymış kimi davranırlar. Fərqində olanlar da var, fərqində olmayanlar da var. Və yəni istənilən halda sən dediyin kimi bilirlər nə olduqlarını. Əslində hər kəs bilir. Müəyyən qədər ki, hansı keyfiyyətli adamdır. Davranışından, qabağına çıxan adamlardan, gördüklərindən, götürdüklərindən bilir. Yuxarı aşağı bilir. Ya mümkünsüzdür ki, bilməsin ki, pis adamdır ya yaxşı adamdır. Mən düşünsəm budur. Ya da bilir, ancaq özünü aldadır. Ya özünə yalan danışır və bunu çox qəşəng bacarır və aldada bilir. Bilmirəm. Əmin deyiləm bu məsələdə. Bilsən o doğru yanlış məsələsindən nisbidə axı, bir də ki şey məsələsi də var da. Yəni insanın beyni də onu allada bilir. Əyri yola gedir, sırf özünü, bir növ o həyatda qalma instinkti ilə gedir, səhv bir iş görür və sonra özünü alladır bəlkə ki, mən başqa cür o alınmırdı, başqa variant yox idi, nə bilim. Bilmirəm. Sən bir də tutaq ki, bax, misal üçün indi görürəm, xəbərlərdə baxıram ki, məsələn, İrana bomba atırlar, bir şeylər olur. Həm fikirləşirəm ki, burnumuzun dibidir. İyi ki, alma gələn oldu ki, burnumuzun dibidə atacaqlar, gələcək, düşəcək, burada bir abırçılı olacaq, məsələn. Sonra bir fikirləşdim ki, heç onu keçdim də, yəni ilk insan özünü düşünür, amma sonra düşündüm ki, orada kimsə oturur və sadəcə bir düyməyə basır və dünyanın bu biri ucunda çox böyük bir dəhşət yarada bilir də.
ya insanın əlində qəribə bir güc var. Və bəlkə də o düyməni basanda nə etdiyini çox da dəqiq də bilmir axı. Yəni o belə baxanda o sadəcə bir düyməni bastı. Yəni düzdür, onun nəticəsi çox böyük bir faciədir. Amma belə baxanda adam düymə bastı sadəcə. Və məsələn o şeylərdə də deyirlər, o nazi kamplarında falan belə elə ki, adamlar çox dəhşətli işgəncələr veriblər, amma sonra deyiblər ki, yəni o türklərin bir sözü var, mən emir kuluyum da, yəni mənə belə dedilər, mənə bunu tapşırmışdılar, başqa variant yox idi, eləməsəydim məni öldürəcəkdilər, yəni necəsə belə bir şey. Düzdür, adam özünü alladır. Yəni bir məsələ odur ki, sən o boyda faciə yaradacağına daha şərəfli şəkildə ölsün. Bundan məsləhətlidir. Digər tərəfdən fikirləşirəm ki, bəlkə ailəsi var, uşaqları var, bir şey var və onun yaxınlarına ziyan vurarlar deyə qorxur. Bu da ayrı bir tərəfdədir. Amma yəni məsələ odur ki, sanki pis bir şey eləyəndə adamlar özləri ilə yaşaya bilmək üçün, özləri ilə davam eləyə bilmək üçün bəhanələr tapırlar da. Çünki başqa cür mümkün deyil axı. Misal üçün bəlkə də o bugün 100 dənə uşağı öldürüb gedib evinə. Çox uc misal deyirəm də. Bəlkə də özünün də o yaşda bir uşağı var. O hər baxanda o uşağın üzünə eyni şeyi xatırlayacaq. Axı mən o tərəfdə 100 dənə uşaq öldürmüşəm məsələn üçün. Və bundan necə yaşayacaq? Fikirləşir ki, öz uşağımı qorumaq üçün eləmişəm, başqa cür mümkün deyildi. Misal üçün. Yəni o başa düşməyə bilər, yəni onu demək istəyirəm. Düz eləyir demirəm əlbəttə ki. Yəni bunun müzakirəyə açıq deyil onsuz da bu məsələ. Amma o deyirsə nə, o bilir nə etdiyini. Deyirəm bəlkə də bilmir. Özünü alladır. Bu məsələ mənim bilsən necə? Bax, yəni bu səni bu mövzunu seçməyə vadar eləyən adam ya da elə biz özümüzü götürək. Biz yəni nə bu adamlara pis deyə bilmərik, konkret pisdilər deyə bilmərik ki, onlar adi insanlardılar da. Bizə də nə düppədüz yaxşı deyə bilmərik ki. Belə də, yəni bizim bəli kompasımız biraz daha şeydir ki, bəzən ola bilər də, yəni səni şeytan qulağına pıçıldaya bilər ki, ya bunu belə eləyək. Amma sən deyirsən ki, yox, bu doğru deyil və onu susturursan, həmin adam qulaq asır şeytanına, məğlub olur və belə hərəkətlər eləyir. Pis seçimlər eləyir, nə bilim, həmin adamlar qısqanclıq eləyir və s. da olur da, indi bunların təzahürü, ən çox da sanki o qısqanclığın təzahürü belə çıxır üzə ki, qarşısındakı ölsün, yox olsun, bu dünyada olmasın, məğlub olsun, əzilsin istəyir ya da onun ən azından bir zəif tərəfini görmək istəyir. Bəlkə də sən məğlub olsan, zəif duruma düşsən, hamıdan birinci o qaçacaq. Məsələn, həmin səni qısqanan adam qaçacaq sənin köməyinə. Çünki zaten onun ehtiyacı olan odur ki, o səndən bir pillə yuxarıda dursun. Sən bir pillə aşağıdasansa, o yenə çox mehribandır, yenə çox əla münasibət var. Məsələ sən onun pilləsinə çatanda və ya hətta bir pillə yuxarı qalxanda başlayır. Görürsən ki, o mələk kimi qanadları əksik adam birdən-birə şeytana çevrilir. İblisin toxumu kimi yenə də deyəcəm davranır. Bilmirəm, qəribədir. Yəni sən bunu fikirləşdim ki, yəni bizi bura gətirən, yəni olduğumuz insana gətirən şeylər nələrdir də doğulandan bəri. Bir çox faktor var. Hətta mən bunu punkt ayırdım ki, yəni sən bura genetik, hətta epigenetik faktorları daxil eləyə bilərsən. Nə bilim, yaşanan travmaları daxil eləyə bilərsən. Sosial təsirləri, içində böyüdüyün mühiti, hətta sənə deyim bioloji vəziyyəti, o amigdala, korteks, morteks bir şeylərdir ki, sənin heyvan beynin sənə nə deyir, belə eləyir, vur deyir, öldür deyir, nə deyir, onu gətirə bilərsən. İşin biraz daha belə deyir, cafcaflı hissəsi var ki, o spiritual tərəf, ruhani tərəf ki, sənin əvvəlki həyatların, nə bilim, yaradılışın, sən kal ruhsan, yoxsa yetişmiş ruhsan, bu da var. Ya da ki, doğuşdan şərəfsizsən, mayın xarabdır, yəni bu da var. Amma bilsən məsələ nədir? Yəni, mən fikirləşirəm ki, atıram, məsələn, deyək ki, bir adam var və
Bunun lap ulu babası çöldə qalıb, vəhşi heyvanlar var və s. belə elə. Mağarası yoxdur və gedir görür ki, bir ailənin mağarası var. Hamısını qırır, öldürür. Öz ailəsini götürüb gəlir salır o mağaraya. Ya da lap elə təkdə gəlir girir o mağaraya və həyatda qalır. Və bu nəsildən nəsilə ötürülən kod bu olur ki, yaşamaq üçün öldürməlisən. Düzdür? Yəni bu həmin adam o kodu daşıyır. Ya da laf deyək ki, başqa bir tərəfdən bax. Misal üçün deyək ki, bu adam gəlir, o mağarada hamını qırır, amma mağarada bir dənə uşaq sağ qalır, qaçır, gizlənir, canını qurtarır və o uşaq öz belə də nəsildən nəsilə ötürdüyü kodu olur ki, əgər sən qəddar olmasan, əgər sən öldürməsən, səni öldürəcəklər, əgər sən əzməsən, səni əzəcəklər. Və bu kod gəlir, bunun özündə var ki, yaşamaq üçün öldür. Yəni bu adamın arxada bir yerdə bu kod gizlin üzə çıxmağı gözləyir ki, yaşamaq üçün öldürməlisən. Uğur qazanmaq üçün başqalarını oradan itələməlisən. Orada bir dənə kreslo var. O kresloya getmək istəyirsənsə, oradakini oradan yıxırtmalısan, götürməlisən. Və mən də deyirəm ki, bu düzgün deyil, etik deyil, əsla belə bir şey eləmək istəmərəm. Belə bir şey eləyən bir insanı həyatıma daxil eləmək istəmərəm. Amma bunun başqa bir yolu var görəsən həmin adamın. Bilmirəm axı onu. Ne oldu, bir sustum. O qədər belə qəşəng analiz elədin. Deyirsən ki, başqa bir yolu yoxdur. Bilmirəm, insanlar bax, kod deyirsən də razıyam. Başa düşüləndir. Amma qəbul eləmək istəmirəm. Çünki yaxşı insanlarda da eyni кейsdir də belə baxanda. Yo, orası elədir. Yəni bu bir seçim məsələsidir. Yəni mən bunu demirəm. Yəni tutaq ki, biz bunu səndən əvvəl də danışmışdıq. Misal üçün mən atamdan misal gətirdim ki, yəni mənim atamın böyüdüyü mühitdə çox elə güclü imkanları olmayıb, anaları tez vəfat eləyib və yəni çox da bir uşaqlıqlarını yaşaya bilməyiblər. Və məsələn biz uşaq olanda reklamlar gedirdi də televizorda. Məsələn, təzə bir şokolad çıxırdısa, biz onu istəyirdik, o dəqiqə alıb gətirirdi. Ya da ki, nə bilim, bizim çox oyuncağımız var idi. Bir sürü şey alıb gətirirdi ki, vertolyotlar, qatarlar, bir şeylər. Mənim nə qədər, məsələn, kuklam var idi. Çünki adam özündə fikirləşirdi ki, mən uşaq vaxtı mənim oyuncağım olmayıb, uşaqlığımı yaşaya bilməmişəm, qoy uşaqlarım yaşasın. Yəni bunun bir bu onun seçimidir. O bir şey də eləyə bilərdi də, bizi yoxluqla da tərbiyə eləyə bilərdi ki, məsələn, mənim oyuncağım olub bəyəm, ya da ki, mən uşaqlıq yaşamışam bəyəm, bunlar şey eləyirlər, yəni şıltaqlıq eləyirlər, nə bilim, nə eləyirlər, özlərindən çıxmasınlar deyib almaya da bilərdi. Ya da nə bilim, mütəmadi şəkildə şiddətə məruz qalmış bir uşaq böyüyəndə öz uşaqlarını döyə də bilər ki, çünki özü bunu yaşayıb, amma onlara çırtma vurmamağı da seçə bilər ki, mən bunu yaşamışam, çox pis bir şeydir, mənim uşaqlarım yaşamasın, ya da başqa bir insana da ola bilər. Yəni, özü ta ki, nə vaxtsa bullyingə məruz qalıb və bunu başqasına eləmiş. Çünki başa düşür, o empatiya hissi var onda və bilir ki, bu pis hissdir və bunu başqasına yaşatmayım. Bu seçimdir. Yəni, pis insanlar üçün də belədir, başa düşürəm. Yəni ki, o doğru yolu gedə bilər. Doğru, zaten eləməli olduğu budur da, belə baxanda insan, biz nəyə görə insanlıq, nəyə görə o, tutaq ki, bütün dinlərdə o cənnət, cəhənnəm inancı var ki, sən yaxşı olsun, ora gedəcəksən, pis olsun, bura gedəcəksən, cəzavı çəkəcəksən. Bu belədir, bunu başa düşürəm. Sadəcə deyirəm ki, yəni bəlkə məsələn, lap deyək ki, o travmaya məruz qalmış adamdırsa, yəni bu travma onun o qədər əyib büküb ki, onun xarakterinə təsir göstərib, hətta o bu cür formalaşdırıb və başqa cürünü bacarmır. Demirəm, yəni hamı travmaların arxasına gizlənsin, çünki indiki dövrdə hamının bəhanəsi budur da, mən travmam var. Misal üçün müəllimim mənə 2 yazmışdı, mən də ona görə bütün kişilərin qəlbini qıracağım ya da bütün qadınların qəlbini qıracağım. Zaten öyle bir şeydən söhbət getmir. Amma yəni o travmanı almışsansa da əvvəlki adam deyilsən axı belə baxanda.
bilmirəm, yəni deyirəm, yəni bəlkə biz şanslı olanlarıq. Biz doğru mühitdə böyümüşük. Yaxşı insanların, yaxşı bir nəslin övladlarıyıq. Ailəmiz, nə bilim, kökümüz ziyan vurmuyub və s. belə elə. Yəni bəlkə də bizi yaxşı eləyən budur. Yəni sən uşaq olanda sənin atın sənə deməyib axı get qonşudan filan şeyi oğurla məsələn üçün. Ya sənin anın deməyib axı ora bax get o qızların paxıllığını çək ona nə bilim ya da ki nə bilim imkan vermə olar səndən qabaqda getsinlər zat. Belə şeylər deməyib axı sənə amma kimsə o formada böyüyür. Məsələn ya da kimsə görür ki, kimsə elə bir ailəyə doğulur ki, baxır ki, nə bilim atası, anası haqq yeyir, insanları əzir, bir şeylər eləyir, ziyan vurur. Və fikirləşirsən ki, uşaq olanda necə düşünürsən? Atam, anam bunu eləyirsə, demək ki, düz olan budur da. Düzdür, sorğulama məsələsi sonradan gəlir. Amma o ağacda deyir, yaşkən əylər məsələsi, yəni onu o formada bəlkə sisteminə bu məlumat doğru olaraq daxil olur və sonra onu dəyişdirmək mümkünsüzdür ya da çox çətindir. Bilmirəm. Ben sanki bütün pislərin müdafiəçisi kimi. Şu an yəni bütün emosional mənə zərər yetirən, mənə məyus hiss elətdirən adamlara şu an elə qəşəng haqq qazandırdın ki, getir demək istəyirəm ki, sən bağışda sən təbiət qurdun. Bir dənə də bu bir üzümdən vura. Lənət gəldi, mən yaxşı oldum. Belə istəyirəm, sən beləsən, belə də qal. Problem Yox, onu demirəm mən. Əlbəttə ki, məsələ ondan getmir. Onlar da sənə elə eləyiblərsə, belə pis çıxmasın, qələt eləyiblər, başlarını daşa divara döyüblər. Mən onları görsəm, səndən çox hirslənərəm onlara. Amma misal üçün mən özüm artıq pislik görəndə, amma məsələn bir müddət əvvəl o travmada olmasa danışdığım şey də oydu ki, yəni bu sualı verirdim. Niyə də niyə? Axı sən niyə mənim üzümə güldün sonra bu cür elədin? Niyə bunu? Mən axı səni çox istəyirdim. Sən niyə mənə belə davrandın? Mən onu belə düşünürdüm. Əsəbləşmirdim ha. Yəni bu məsələ onda da məni əsəbləşdirmirdi. Sadəcə mən məyus olurdum. Və məyusluqdan çox əsas hiss elədiyim şey bilirsən nə idi? Təəccüb. Çünki bu məlumat mənim üçün təzə idi. Məsələn, mənim atam həmişə anamla mənə bir söz deyər ki, deyir ki, lap mən uşağımdan həmişə deyir ki, siz evin içində siz bilmirsiniz insanlar. Siz evin içində siz bilmirsiniz çöldə nələr baş verir. Çünki yəni belə baxanda okey də, yəni mən tutaq ki, çöldə olsam da mənim də içində anam evdar xanımdır, okey evdədir və onun çevrəsi daha dardır və öz seçdiyi adamlardan ibarətdir ki, sağlam bir çevrə formalaşdırıb. Məndəki olduğum mühitlər belə baxanda, yəni iş və s. deyiləydi ki, yenə də orada da daha etik qaydalara məcbur və ya könüllü şəkildə riayət edən adamların əhatəsindəydim. Amma məsələn baxıram ki, hə qardaşlarım əskər gediblər, bir şey olub, nə qədər belə banal səslənsə də kişilərin dünyası biraz daha fərqli və qəddardır. Atam ticarətlə məşğul olub, min cür adamla üz-göz olub və o başa düşüb və bunu deyəndə məni qıcıqlandırardı əvvələsində. Amma indi baxıram ki, düz deyir də adam belə baxanda. Çünki mən belə bu işdə yüngül hələ belə şeylər görəndə bunlar məni çox sarsdı ki, niyə belə elədilər bunlar? Adam durduğu yerə məcbur olmadığı şəkildə, məsələn, niyə pislik eləyər də qarşısındakı ona qarşı çox yaxşıdırsa? Son dərəcə xoş hisslərlə ona bağlıdırsa, onu dost kimi görürsə. Amma indi bu məni nə təəccübləndirmir? Olduğu kimi qəbul eləmişəm ki, belədir. O da elədir. O da deyir, öyle bir insandır. Yəni. Və haqq qazandırmamaqla birgə, yəni bu dediklərim elə bir şeyə gedib çıxmasın ki, məsələn, yəni mən demirəm ki, Hitlerin ruhuna bir dənə Fatihə oxuyaq falan, belə bir yerdə deyiləm. Göründə 5 qat, 5 dəfə çevrilsin görüm onu. Amma başa da düşürəm, yəni qınamıram. Qınaya bilmirəm. O da elədi deyirəm. başqa da ola bilərdi. Yəni bilmirəm, belə bir şey. Qınamaq deyəndə məndə misal üçün də adətən o məyusluq hiss etmə məsələsini mən hiss edirəm və hələ də misal üçün
o adamlarla yan yana gələndə mən narahat olmağa başlayıram. Narahat olma səbəbim də keçən səfər iş yoldaşıma danışıram. Düşünürəm ki, okey, adamla hələ də aramızda tam bitirə bilmədiyim bir emosional bağ var. Son bir şeylər qalıb da. Bu dəqiqə necə, nəsə deyəcək, nəsə eləyəcək də. Yəni, bir söz mü vuracaq, bir hərəkət mi eləyəcək və hazırda qaldığı yerdən də aşağı düşəcək və bu məni daha çox məyus eləyəcək. Tək bir şey deməsin, tək o adamla eyni mühitdə olmayım ki, bundan artıq düşməsin gözümdə və mənə bundan artıq məni hiss elətdirməsin. Çünki həqiqətən də birinci bu tip şeylər olanda gözümün qabağıma gələn şey Ayda, sən niyə belə elədin ki? Və o şeyə sərf elədiyim əmək ağlıma gəlir və çox məyus edir bu məni. Buna görə də o həmişə bir məsələ var da, deyir ki, adətən olur ki, insanlarla olan münasibətlərdə, əgər sən hansısa bir insanla emosional bağ qurmusansa, həmin insanın dediyi xırda bir söz də sənin üçün böyükdür. Bəli. Çünki adamla emosional bağın var. Və elə həmin adamın elədiyi hansısa bir hərəkət, dediyi hansısa bir söz sənə çox yadından çıxmır. Çünki o emosional bağa əsaslanaraq sən həmin adama inanırsan, güvənirsən, etibar eləyirsən. Amma hansısa belə deyim, bir hərəkətinlə o bağı, o nə deyirlər, etibarı adam pis çıxardır. Və istər-istəməz ən çox adam ən yaxın hiss elədiyi, ən yaxın bildiyi adamlara belə deyim də küsür, inciyir onlardan, qırılır onlardan, yara alır. Və bu çox təbiidir, çünki emosional bağım var həmin adamlarla. Və qınama məsələsində də qınanmamışam, amma məyus hiss elətdirdi bu şey ki, niyə belə elədin ki? Bizdə axı bu qədər gəlmişdi, bu qədər əmək sərf eləmişdi, bu qədər üstündə işləmişdi. Nə bilim, çətin vaxtımızda bir-birimizin yanında olmuşdu. Niyə belə bir şey elədin ki sən? Özdə sən hansı vəziyyətdə çıxıb əksər şeyləri, ya o bayaq dediyimiz məsələ, adamla eyni leveldə olmuşuq, belə deyək də, iş olaraq, uğur olaraq, amma biraz belə deyək, elə bir bəziyyət tikərəm ki, həmin adam level dəyişə bilər və bunu istifadə edir. Ya da ki, sən elə bir yerdə olmusan ki, necə deyirlər, ehtimal olub ki, sən misal üçün daha yaxşı bir yerə gələsən. Orada heç gəlməmsən, hələ o tipti gelir. Ehtimal var, bəli. Ehtimal var ki, belə bir olma ehtimal var və sən o şey var, insanda, misal üçün məndə var ki, nəsə qəşəng bir şey olacaq və bu məni çox həyəcanlandırır. İlk eləmək istədiyim şey onu ən yaxınlarıma gedib, ən yaxın dostlarıma gedib belə gözümü ışıldaya danışmaqdır ki, bəs bilsən nə oldu, belə şeylər var, bu ehtimallar var, bunu eləyəcəklər. Və belə bir şey fikirləşirlər məndən bağlı, misal üçün deyirəm. Və həmin anlarsa qarşı tərəfin bir əziklik kompleksi çıxır ortaya. Bir özünü narahat hiss eləmək gəlir. Və sən o sistemin cinsində belə fikirləşirsən ki, yox, o elə deyil. Əslində o elə hiss eləmir, özünü ağlatmağa başlayırsan. Ki o elə hiss eləmir, əslində sən elə gördün, sən səhv görürsən. Özünü yığışdıran demək var. Özünü ağlatırsan və bir müddət sonra adamın o real olaraq hiss elədiyi ya davranışında, ya danışığında çıxır ortaya və sənə şillə kimi deyil. Onda deyirsən ki, yox, sən eləymiş. Eləymiş. Və bu istər-istəməz məyus eləyirsən. Və mənim qınadığım şey, emosional bağ qurduğun adamların sənin onlara qarşı əsaslığını bilə-bilə, görə-görə səni vurmaları, səni yaralamağa çalışmalarıdır. Və bunun daha görə-görə eləməlidir. Biri var, keçən səfər kimə dedim, tam xatırlamıram. Biri var, səni, misal üçün, ən yaxın dostumda, amma arxadan vurur. Bu hardasa, okey, tamam, adamın cəsarəti yoxdur bunu
sənin üzünə qarşı eləməyə, arxadan vurulana görə sən. Bir də var ki, bu adam sənin gözünün içinə baxa-baxa səni yaralayır. Bu çox alçaqca bir şeydir də mənə görə. Elə də bıxıdan vursan, hardasa başa düşər. Qorxurdun, ona görə sən belə hərəkət eləmirsən. Bir də var ki, sən mənim gözümün içinə baxa-baxa. Amma sənə deyim ki, mən bunu başqa görürəm. Yəni səni arxadan qorxub arxadan vuranın hərəkəti alçaqcadır. Amma üzvə gözümün içinə baxıb vuran birbaşa qəddar və hücum pozisiyasında olan adamdır. Hər ikisi iyrəncdir, hər ikisi çox pisdir. Yəni burada şey deyil, amma nə bilim. Amma qəddar olma hissəsini mən daha çox yaralayır. Nəinki qorxma. Qorxmada hardasa mən haqq qazandırıram ki, adam qorxubdu, bu instinktdə belə deyim də, sığınıb nəyisə eləyibdi. Qəddarlıq artıq seçim məsələsidir. Qarşı tərəf konkret olaraq göstərir ki, baxmayaraq biz mənə deyə bilməsən adda var, amma mən səni yaralamaq istəyirəm. Onsuz da belə baxanda zaten bu seçim meselesidir. Yani o Freud Gagam olsa id, ego, süperego, ego bir şeyler diyer ki o heyvani beyin zat böyle heyvani instinktler zat ama ki günün sonunda seçimdi de. Bunu geçen defa da sana demiştim ama kitaptan okumuştum ama yine de okumak istiyorum bu dedilerimin üstüne. Onun üstüne şeyleyeceğim ve yine bunun tercümesi yoktu. Ben de Türk dilinde bir başa okuyacağım. O da ki səhv olsa da keçib. Deyir ki, həyatınızın kontrolu sizdə deyil. Elə olduğunu düşünə bilərsiniz, amma yanılırsınız. Əlbəttə ki, öz qərarlarınızı özünüz verməkdə azadsınız. Bu kitabı bağlaya bilərsiniz, o stulda oturmaya davam eləyə bilərsiniz. Ya da gözlərinizi oymaq kimi çılğınca bir şey düşünə bilərsiniz. Nə istəsiz eləyə bilərsiniz. Amma problem burada başlayır. Nə istəyəcəyinizi kontrol eləyə bilməzsiniz. Odur ki, bilirsən, mən bayaqdan bu sanki pislərin məhkəmədə haqqını qoruyurmuşcasına danışmağımın səbəbi budur. Ki, yəni o sənin gözünün içinə baxa-baxa səni yaralanmaq istəyir. Bu onun içindən gələn bir istəkdir, bir səsdir. Daxili səsdir və o bunu kontrol eləyə bilməz. Bəli, davranışını kontrol eləyə bilər. Yəni artıq burada seçim məsələsi işin içinə girir ki, ya o özünə deyəcək ki, bəsdir, əclaflıq eləmə, ya da bəsdir, bu bizim dostumuzdur, bu bizim yaxınımızdır, eləmə. Ya da deyəcək ki, elə, çünki o sənə indi bu dəqiqə belə hiss elətdirir. Məsələn, o göstərirlər həmişə, nə bilim, biçiyində yaxşı mələk, biçiyində şeytan durur səni harasa. Məsələn, bu həqiqətən var da bizim daxilimizdə o səs var belə baxanda, o dediyim kompas da odur belə. Amma mən də o bayaqdan dediyim odur ki, o tutaq ki, hal-hazırda sən paxıllığını çəkirsə, bu hiss onun içində peyda olur da. Yəni o bunu idarə eləyə bilmir axı, nəticəsini idarə eləyə bilər. Bəli, ya paxıllıq çəkdiyinə görə sənə ziyan vuracaq, ya da vurmayacaq, bunu içində bastıracaq, əzab çəkəcək, amma bastıracaq. Amma nə hiss elədiyini seçə bilməyəcək. Sən tutaq ki, birine aşık olursan ya da olmursan, buna qərar verə bilirsən? Yox. Bir yeməyi ya sevirsən ya sevmirsən. Buna qərar verə bilirsən? Yox. Düzdür, yeyib yeməmək artıq sənin seçimindir ki, sənin gecənin bir yarısı ürəyin məsələn dondurma istəyir, ya durub onu yeyəcəksən ya yeməyəcəksən. Bu artıq sənin davranışındır, seçimindir. Bunun kontrolu həmişə olmasa da, əksər hallarda sənin əlindədir. Bəzən səndə olmur amma. Bəzən onu kontrol eləyə bilmirsən. Amma nə istəyəcəyini, necə hiss eləyəcəyini, yaxşı və ya daxildə, yaxşı və ya pis olacağını məncə seçə bilmirsən. Yəni bu artıq yetişmiş ruh, kal ruh olmaq məsələsidirmi, əvvəlki həyatlardırmı? Yəni burada söhbət sırf reinkarnasiya məsələsindən getmir də. Belə baxanda, yəni deyilənə görə bəli bizim, tutaq ki, İslam, məsələn mən müsəlmanam və İslam dini deyir ki, yoxdur reinkarnasiya və s. dediklərinə görə, ya mən dəqiq bilmirəm, amma belə deyirlər ki, reinkarnasiya söhbəti yoxdur. Amma məsələn mən fikirləşirəm ki, sən tutaq ki, ana bətnində bir ruhsan, bir bədənsən, biz onu belə görürük ki, sən 9 ay orada suyun içində balıq kimi nə verirlər, ötürürsən, yeyirsən, nə edirsən, amma bəlkə sən orada başqa bir həyat yaşayırsan, bilmirik yaxı biz bunu. Sadəcə biz necə ki, indi dünyanın bətnindəyik, belə baxanda.
anamızın bətnindən dünyaya doğulmuşuq, işıqlı dünyaya deyək. Gəldiyimiz o qaranlıq dünyada da biz bəlkə başqa bir həyat yaşayırıq. Və bəlkə bizi formalaşdıran bəzi şeylər də orada baş verir. Bilmirik axı bunu. Və onların da təsiri var da belə baxanda. Ya da ki, lap reinkarnasiya ya da inanırsansa, bəlkə də sən bir əvvəlki həyatında, məsələn, bəlkə bir əvvəlki həyatımda mən çox əclaf adam idim. Sadəcə insanlara pislik elədim, ziyan vurdum. Bəlkə də mənim heç empatiya hissim yox idi, bəlkə çox qəddar adam idim. Orada yaşadım, elədiklərimin nəticəsində cəzalandırıldım öz həyatımda və o qədər pis idim ki, o qədər sonda peşman oldum ki, indi bu dünyada lazımından çox empatiya hissi ilə yaşayan, hətta bu hissin içində boğulan bir insana çevrildim. Bilmirsən axı. Misal üçün biz hamımız özümüz elə görürük. Bir əvvəlki həyatımda Kleopatra idim. Ya bir əvvəlki həyatımda çox yaxşı insan idim. Peyğəmbər idim. Nə idim. Bəlkə sən Peyğəmbərə daş atan adam idin. Misal üçün bilmirsən axı. Təsəvvür elə ki, birdən zaman maşını gəlir ya da zaman maşınını keçdimi. Məsələn, bunu təsəvvür elə ki, nəsə sən bir portala girib bir əvvəlki həyatında gözünü açırsan və baxırsan ki, bir meydandasan, ortada bir qadın var və sənin də əlində daş var. Ona daş atanlardan birisən. Təsəvvür eləyə bilirsən o an yaşayacağın o şeyi, nə deyirlər onu, o mövcudluq sancısını, o şoku ki, mən belə biriymişəm. Bu real, bu məlumatla yaşaya bilərsən, məsələn. Sən yaşaya bilməzsən, mən yaşaya bilmərəm. Ya, təsəvvürü belə dəhşətli gəlir hal-hazırda mənə. Amma bu ehtimaldır da, yəni bəlkə də başqa bir ailəyə doğulsaydın, başqa bir reallıqda dünyaya gəlsəydin elə biri olacaqdın. Bəlkə də olmayacaqdın, bilmirəm. Bəlkə də ruhun mayası nədirsə odur. Amma bu məsələ məni, yenə də deyirəm, çox çaşdırır. Deyirəm, yaxşı ki, belə bir ailəyə doğulmuşam, belə bir cəmiyyətə ya da belə bir həyata doğulmuşam ki, düzgün insan ola bilirəm də, yəni bacardığım qədər. Yəni geriyə dönüb baxanda çox peşman olduğum bir hərəkətim yoxdur ki, kiməsə ziyan vurmuşam, yəni kiminsə qəlbini qırmışam filan. Səndə də bilirəm ki, elədir də. Yəni sən hətta mənim tanıdığım ən yaxşı 3 insandan birisən, məsələn. Yəni səni mən tamam başqa bir yerdə qoyuram ki, mən bəzən aqressiv ola bilirəm, bəzən bəlkə kimisə xətrinə dəyə bilirəm. Bunlar səndə ümumiyyətlə yoxdur. Amma bu o demək deyil ki, ola bilməzsən. Yəni bir il sonra nə olacağını bilmirsən axı. Misal üçün mən həmişə onu deyirəm. Məsələn, bəlkə mənə desələr ki, sən bir il sonra kamikadze kimi bir universitetə girib oranı partlatmışsan. Məsələn, gələcəkdən bir adam gəldi və mənə bunu dedi. Mən ruhuma elə şey eləmərəm deyə bilmərəm. Fikirləşərəm ki, oyda görəsən o bir ildə mən nə yaşadım ki? Belə bir hərəkət eləyəcək bir insana çevrildim. Bunu düşünərəm. Yəni bilmirəm, bəlkə də yaşanan şeylər insanı bərkidir. Bəlkə başıva gələnlər səni formalaşdırır, yaxşı və ya pis olaraq. Bilemiyorum Altan. Bilemiyorum, DDF'dir. Sistem ne oldu? Telefonları, bütün məziyyətləri. Hamısını sadavatdım. Beynimin dərinliklərinə xoş gəlmişsən. Sən de görürsən mən nələr yaşıyorum öz içimdə. Görürəm və bu qədər empatiya, bu qədər dərinlik həqiqətən yorucudur. Və hətta mən hazırda tam empatiya qurduğumu da düşünürəm. Başa düşməyə çalışıram. Amma həqiqətən saydığım ehtimallar. Hələ mən əminəm ki, yəni ağlımdakilərin bir 20% filandır. Hələ 80% durur. Mən çox qorxuram deməyə. Qorxuram demək deyil də səsləndirməyə qorxuram da. Sən necə özümün belə onu eşitməyə qorxuram ki, özümü çaşdıracağam. Yəni insan davranışlarının arxasındakı səbəblərdə pis və yaxşı insanların analizinə
Daha sonra isə pis insanların niyə pis olduqlarının səbəblərini qədər hər şeyi danışdıq məncə də. Bəli. Və sayəndə danışığın əvvəlində çox konkret idim. Məsələn, manipulyasiya elədi. Üstünlükdə oldu. Mənim əvvəl eləyən adamlarla bağlı yenə konkretəm. Yəni onları gözləyəcəyim mən. İstənilən vəziyyətdə hələ də qınayıram. Fiziks elətdirdiklərinə görə, münasibəti korladıqlarına görə. Amma ümumi olaraq pis insanlarla bağlı olan fikrimi müəyyən qədər belə deyiləm, laxlatmış ola bilərsən. Keçən dəfə Yəni düşünəcəm. Keçən dəfə bu ağatlığın nağılını danışanda onun sonunda misal üçün oğlan o birilərə cəza verir, axı alnına damğa vurdurur. Mən o hissəsində dedim ki, gərək bunu eləməyəydi də, bu ucu çox oldu, artıq hərəkət idi filan. Bir dostum mənə söz atdı ki, nağıla qulaq asdım, amma sonunda əsəbləşdim ki, niyə də belə eləməli idi, elə cəza verməli idi filan. İnsandan danışa düşündüm ki, indi bu bölümə dəyər qulaq assa əsəbləşəcək mənə ki, sən nətər adamsan da, yəni avamsan, nəsə, mən başa düşə bilmirəm. Teybə salam bu arada. Amma belə hiss edirəm yəni bu mövzuda, bilmirəm. Hədəcan, hiss eləməyin okeydir. İnşallah davranışı da təsir eləməz bu hissi. Ben gözəltim o da hazır. Sən bilirsən ki, mən həmişə məntiqinin arxasınca gedən və əsla aksitənə qoyuram. Əlbəttə ki, belə davranacağım. Başqa cür bacarmıram və istəmirəm də. Yəni, bilsən necə? Sən belə deyirsən indi mənə ki, mən o adamları görsəm, mən onlara kömək eləmərəm, pis olaram amma eləmərəm, mən buna da inanmıram. Eləyərsən. Sən sadəcə indi deyirsən ki, eləmərəm. Əminəm ki, eləyərsən. Çünki sən də elə bir insansan. Sadəcə indi məntiqivin, vermirsən mikrofonu məntiqivə və deyirsən ki, mən eləmərəm. Eləyərsən, sən görəcəksən ki, o adam pis vəziyyətdədir. Sevdiyin biri olsa ümumiyyətlə ki, nə vaxtsa sən bunu sevmirsən də, yəni çox istəmirsən bu adamı. Ümumiyyətlə, amma belə də olsa yenə eləyərsən məncə. Çünki əgər eləməzsən, yəni bilmirəm, məsələn, mən özlüyümdə düşünürəm ki, bunu eləməsəm, sonra mən özümlə yaşaya bilmərəm. Yəni bu mərhəmət məsələsi deyil ha. Yəni məsələn dostlarım adətən mənə belə deyirlər ki, sən yəni başqa bir dostum da var. Bax Şəfa, sənə də son. Məsələn onun imkanı olsa bir dənə tüfəng götürər, mənim vicdanıma bir dənə güllə ilişdirər. Ya o vicdan deyirəm, mən vicdan demirəm buna. Çünki əslində məncə mənim elədiyim bu şey də biraz vicdansızlıq sayıla bilər. Çünki sən pis olana kömək eləyirsənsə, bu da çox ədalətli bir şey deyil. Əslində eləməməlisən. Bəlkə də ona görə də cəzalandırıla bilərsən Allah tərəfindən ki, sən mənim işimə qarışsan. İşinlə məşğul ol da. Yəni bu səhv edib nəticəsini yaşamalıdır. Sən niyə bura burnuvu daxil eləyirsən məsələn? Eləmə də sənin işin deyil. Məsələn bu da var. Amma başqa cür bacarmıram. Və mən belə olmağa davam eləyəcəm. Hələ ki belə görürəm. Nə vaxtsa deyirəm də dəyişə bilər, okey. Yəni pisləri müdafiə eləmək niyyətində deyiləm. Sadəcə başa düşməyə çalışırdım. Sona çatanda ki az qalıb məncə çatdırıq sona. Yenə də deyirəm ki, yəni bu öz yerindəki Allah yaxşı oğlanlarla yaxşı qızların canını sağ eləsin. Pisləri islah eləsin. Biz yenə kompasımızı düzə tərəf çevirib o yolda gedəcəyik. Bəli, düz olmaq çətindir, yaxşı olmaq çətindir. Yolda daha çox maneə ilə rastlaşırsan. Gedəcəyin yerə digərlərindən daha gec çatırsan. Amma nə idi o? We are clean. Biz təmiz yolu seçək və elə gedək. Belə. Son olaraq belə deyim də pis insanlardan müəyyən qədər zərər çəkmiş biri olaraq yaxşı adamlarla qarşılaşaq. Qəşəng, keyfiyyətli, ürəyi təmiz və qəşəng hiss elətdirən, bir yerdə yaxşı işlər gördüyümüz, yaxşı elədən danışdığımız və rahat şəkildə danışa bildiyimiz adamlarla.
Qalan məsələlər də həll olacaq. Yəni pis adamlar yaxşı adamların həyatına dərs olmaq üçün gəlirlər. Orası bilirəm, artıq əminəm. Amma Yaxşı deyə düşünürəm yenə. ümid edirəm bu belə deyim də müzakirə ilə fikirçi dinləyicilərin çox başını qarışdırmamışıq. Amma əminəm ki, kim qalasın bayağı bir durub düşünəcək və bayağı bir başı qarışacaq. Çünki keçən səfərki podkastımızda bir nəfərdən feedback aldım. Dedi ki, Fərdiyə qulaq asıram. Deyirəm, ayda haqlıdır. Sonra sizə qulaq asıram. Deyirəm, ayda o da haqlıdır. İndi burada adam var bayağı bir şey eləyəcək də. Yəni qruplaşma iki hissiyə ayrılası deyirlər deyə düşünürəm. Belə. Yaxşı olar. Əsas odur ki, başımızı işlədirik. Yəni müəyyən bacardığımız qədər bizə qulaq asanlar da eyni formada. Yəni fikirləşirik də, axırı yaxşı olar. Fikirçilərə də yenə eyni şey deyirik ki, fikirləşin, amma fikir eləməyin. Hələlik. Eyni. Hələlik.